narkotik vasitəsini. Məişə deyib, bir də başqa narkotik. Sosial şəbəkələrdə İran vətəndaşından tanış oldum. O mənə iş təklif elədi. Dedi ki, verdiyim narkotikləri mən dediyim ünvanlarda hissə-hissəyə bölüb ünvanlara qoysan və o ünvanları konum eləyib mənə atırsan və bunun müqabilində sənə pul verəcəm. Narkotikin adresini atdı, getdim götürdüm və məni polis əməkdaşları tutdu.